İctimai nəqliyyatda qadın sürücülərinin iştirakını artırmaq məqsədi ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən yeni təlim proqramı həyata keçirilib. Proqram çərçivəsində qadın namizədlər avtobus sürücüsü kimi peşəkar fəaliyyətə başlamaq üçün praktiki və nəzəri cəhətdən təlimlər keçiblər. Sabahdan etibarən gördüyünüz xanım namizədlər ictimai nəqliyyatda vətəndaşların xidmətində olacaqlar. Uşaqlıqdan arzum idi ki, avtobus sürücüsü olum. Nəhayət qismət bugünkü günə təsadüf oldu. Ayna rəhbərliyi başda olmaqla bu təklifi irəli sürdük xanımları işə götürmək üçün. Sonra Bakubus komandası bizə böyük dəstək oldu. Çox böyük dəstək olsun, hamısı sağ olsunlar. 3 ay təlimdə olmuşuq. Praktiki, nəzəri təlimlərimiz oldu. Artıq sabahdan biz fəaliyyətə başlayırıq. Sərnişinlərimizə təhlükəsiz və mədəni xidmət göstərməyə tam hazırıq. Bütün dəstək göstərənlərin hamısına təşəkkürümüzü bildiririk. Ayna tərəfindən keçirilən təlimlər bizə həm nəzəri, həm də praktiki dərslər öyrətdi. Bakubasda da işə qəbul prosesində peşəkar dəstək gördük. Artıq fəaliyyətə başlayırıq və sərnişinlərə təhlükəsiz, diqqətli və mədəni xidmət göstərməyə hazırıq. Bu iki quruma təşəkkür edirik. Həyəcan varmı? Həyəcan biraz var idi, keçdik. Sizcə ictimai nəqliyyatda qadın sürücülərin artırılmasına ehtiyac var? Bəli, ehtiyac var. Qadın sürücülər artsa daha yaxşı olar. Xanımlar artıq Bakubusun nəzdində işləyəcək. Yəni Bakubus qarajının demək olar ki, ilk xanım sürücülərdir. Onlar bizdə sürücü təlim mərkəzində təlim keçiblər. Nəqliyyatı bilirsiniz, idarə etməklə hər şey bitmir. Çünki ictimai nəqliyyatı idarə edən şəxslər həmçinin psixoloji cəhətdən də hazır olmalıdır. Bu təlimlərlə bağlı da bir şey deyə bilərəm ki, davamı gəlir. Qadınların ictimai nəqliyyat sektorunda sürücü kimi fəaliyyətə cəlb olunması ilə bağlı keçirilən layihə çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən təşkil olunan nəzəri və praktiki təlimləri uğurla başa vuran namizədlər Bakubas MMC-də sürücü kimi fəaliyyətə başlamaq üçün müraciət etdi. Qeyd etmək istəyirəm ki, bugündən etibarən artıq xanım namizədlərimiz Bakubas avtobuslarında sükan arxasında fəaliyyət göstərəcəklər. Qeyd edim ki, xanım namizədlərimiz 141Y və 121Y ekspres marşrut xətləri üzrə fəaliyyət göstərəcəklər. Buradan bütün sərnişinlərimizə bildirmək istəyirik ki, xanımlar gördükləri təlimlər nəticəsində bu məsuliyyətli fəaliyyətə başlamağa tam hazırdılar. Əminik ki, cəmiyyətin müxtəlif sahələrində olduğu kimi xanımlarımız sürücülük sahəsində də öz peşəkarlıqlarını və məsuliyyətlərini nümayiş etdirəcəklər.